Qiyamətdən əl olur. Bizim ikinci qaçqınçılığımız Gəncə şəhəri Hacıkənd qəsəbəsində məskunlaşdıq müəllim. 92-ci ildən getdik, orada yaşadıq. 2009-cu ildə cənab prezidentin sərəncamı ilə Ceyranboy rayonu Meşəli qəsəbəsində təzə qəsəbələrlə salınanda biz orada evlə təmin olunduq. 2009-cu ilin yanvarın 11-dən getdik, orada məskunlaşdıq. 2025-in fevral ayının 24-ü biz Qarabağa qayıdış elədik. Bugünkü günlərimizə çox şükürlər olsun ki, vətəndəyik, öz Qarabağımızdayıq. Bu Qarabağın 33 il həsrəti sona çatıbdır. İndi Qarabağda da özümüz üçün yaşayırıq. İşlərimizi qururuq, uşaqlığımız, gəncliyimiz elə bu Qarabağ torpaqlarında keçibdir. Bu dağlarda, bu eldə, bu obada. Ailə biznesi özümüz üçün qurmuşuq, kətə qutabxana açmışıq. Özümüz üçün işimizi qurmuşuq, çox şükürlər olsun. Yaxşıdır, durumumuz da yaxşıdır. Sağlamlığımız da yaxşıdır. Hərə bir özünə məxsus işlə məşğuldur da. Ailəmizi qane eləyir, dolanışığımız var. Turistlər də gəlir, turlar təşkil olunur, onlar da gəlir. Münasib qiymətlər eləmişik ki, gələnlər burada razı qalsınlar, geçsinlər. Çox münasib qiymətlərdir. Çox şükürlər olsun, çox yaxşı da dolandıq. Ağayev Yaşaroğlu, 19 yaşım var. Bugünkü günümüzə şükürlər olsun ki, dədə-baba yurdumuza qayıdıb gəlmişik. Buranın gözəlliyinə söz ola bilməz. Yəni buranın ümumiyyətlə suyudur, havasıdır, təmizliyi, yəni nə desəniz dəyər də, yəni çox gözəldir. Əmmin yanında ona elə bir köməklik eləyirəm. Kətəxanası var. Bəli, orada mən elə bir yerdə işlədirik. Turistlər gəlir, insanlar gəlib görür, gedir. Qıraqdan gələn insanlar var. Ceyranboy rayonunda qalmışıq. Atam özü Qarabağ əllidir müəllim. Elə buralarda elə bir ki döyüşübdür, can qoyubdur. Özü buralardan elə bir çox danışıbdı mənə. Yəni buranın ümumiyyətcə bizim öz yurdumuzdan, zaddan hamısından yəni mənə çox məlumat veribdi. Allah onun özünə də dəyməsin. Ki belə yəni həqiqətən bugünkü günə də şükürlər olsun ki müəllim, elə həqiqətən də gözəldir buralar.